Bir gün yeni seçilmiş cavan belediye sədri köməkçisinə deyir ki, gəl çıxaq qəsəbəni gəzək, görək nə var, nə yox. Bunlar çıxırlar qəsəbəni gəzməyə, qəsəbəni gəzəndə görürlər ki, bir uşaq oturub ayaqqabı boyayır. Bələdiyyə sədri yaxınlaşır bu uşağa, deyir, mənim də ayaqqabımı boyayarsan, amma ayaqqabısı tərtəmiz boyalı idi. Deyir, əmi, niyə boyamıram? Boyayaram. Deyir, ancaq mənim ayaqqabımı elə boyamalısan ki, par-par parıllasın. Heç kəsin ayaqqabısının boyası mənimki kimi olmasın. Mənim ayaqqabımın boyası hamıdan fərqlənsin. Uşaq qayıdar, deyər ki, əmi, mən hər kəs üçün ayrı-ayrı iş görmürəm. Onu bacarmıram. Mən hamıya eyni işi görürəm və gördüyüm işi də vicdanla görürəm. Bir də mənim müəllimim mənə öyrədib ki, nə iş görürsə görün, haqqı ilə görün. Mən ona görə hamıya eyni iş görürəm, haqqımı alıram. Buradan alan haqla da, pulla da anam xəstədir, anam üçün dərmanlar alıram. Uşağın bu sözü bələdiyyəni çox tutur və xoşu gəlir, uşağın əllərindən öpür. Və həmin uşağın müəllimin də onun xəstəxanasında tapır, orada işlədiyi müddətdə onlara himayədarlıq edir. Və stolunun üzərinə yazıb qoyur ki, nə iş görürsənsə gör, haqqı ilə gör. Ona görə indiki bələdiyyələr kimi fağır-fuqaranın, onun bunun haqqını yemək yox, fağıra, füqarıya imkanı daxilində himayədarlıq etmək lazımdır. Bunun əvəzini Allah min qatı ilə verər. Gəlin, himayədarlıq eləyənlərdən olaq. Diqqətinizə görə sağ olun.